Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Yaşlandıqca daha da gözəlləşən 4 bürc zaman onların xeyrinə işləyir salam, dəyərli izləyicilər. Bugün maraqlı bir mövzudan danışacaq. Bəzi insanlar illər keçdikcə əvvəlki cazibəsini itirmək əvəzinə daha da gözəl, daha baxımlı və daha təsirli görünməyə başlayırlar. Astrologiya ilə maraqlanan insanların fikrincə bəzi bürclər yaş artdıqca öz daxili enerjilərini daha yaxşı ortaya çıxarır və bunun nəticəsində həm xarici görünüşləri, həm də xarakterləri ilə diqqət çəkməyə başlayırlar. Əlbəttə ki, bürclərlə bağlı fikirlər elmi fakt deyil və əyləncə məqsədli astroloji şərhlər kimi qiymətləndirilməlidir. Lakin bir çox insan bu xüsusiyyətlərin öz həyatlarında müəyyən uyğunluq təşkil etdiyini düşünür. Gəlin, astrologiyaya görə yaşlandıqca daha da gözəlləşən 4 bürcə birlikdə nəzər salaq. Birinci sırada tərəzi bürcü yer alır. Tərəzi bürcü gözəllik, zövq və harmoniya ilə əlaqələndirilir. Bu bürcün nümayəndələr adətən estetik görünüşə böyük önəm verirlər. Onlar gənclik illərində də diqqət çəkə bilirlər, lakin əsl fərqliliklərini daha yetkin yaşlarda nümayiş etdirirlər. İllər keçdikcə tərəzilər öz geyim tərzlərini daha yaxşı formalaşdırır, hansı görünüşün onlara daha çox yaraşdığını müəyyənləşdirirlər. Həmçinin həyat təcrübəsi qazandıqca daxili balans əldə edir və bu balans onların simasında da hiss olunur. Məhz buna görə bir çox tərəzi bürcü nümayəndəsi yaşlandıqca daha baxımlı və daha cazibədar görünür. İkinci bürc isə buğadır. Buğa bürcü rahatlığı, keyfiyyəti və gözəlliyi sevən bürclərdən biri hesab olunur. Buğalar adətən özlərinə qulluq etməyi sevir və sağlam həyat tərzinə diqqət yetirirlər. Onlar yaş artdıqca daha sakit, daha təmkinli və daha inamlı bir xarakter qazanırlar. Bu xüsusiyyətlər onların ümumi görünüşünə də müsbət təsir göstərir. İnsanlar çox zaman buğa bürcünün nümayəndələrində xüsusi bir rahatlıq və pozitiv enerji hiss edirlər. Məhz bu aura onların yaşlandıqca daha da cazibədar görünməsinə səbəb olur. Üçüncü sırada şir bürcü gəlir. Şir bürcü hər zaman diqqət mərkəzində olmağı sevən və güclü xarizması ilə seçilən bürclərdən biridir. Gənclik dövründə enerjili və idealı görünən şirlər yaş artdıqca daha böyük özünə inam qazanırlar. Həyatın çətinlikləri və qazandıqları təcrübələr onları daha möhkəm xarakterli insanlara çevirir. Bu dəyişiklik isə onların xarici görünüşünə də öz təsirini göstərir. Xüsusilə 35 və 40 yaşdan sonra şirlərin təbii liderlik xüsusiyyətləri daha aydın görünüb və bu da onların cazibəsini artırır. Dördüncü və sonuncu bürc isə Oğlaqdır. Astrologların fikrincə yaşlandıqca ən çox dəyişən və gözəlləşən bürclərdən biri məhz Oğlaqdır. Gənclik illərində ciddi və məsuliyyətli görünən Oğlaqlar zaman keçdikcə daha təsirli və daha cəlbedici aura qazanırlar. Onlar intizamlı həyat tərzinə üstünlük verirlər və qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün səbir göstərirlər. Bu xüsusiyyətlər illər keçdikcə onların özünə inamını artırır. Oğlaqların daxili gücü və həyat təcrübəsi üz cizgilərində belə hiss olunur. Buna görə də bir çox insan onları yaşlarından daha gənc hesab edir. Əziz izləyicilər, bir daha xatırladaq ki, bunlar astroloji şərhlərdir və hər insanın gözəlliyi onun xarakterindən, həyat tərzindən və özünə qayğısından asılıdır. Yaş sadəcə bir rəqəmdir. Özünə inam, müsbət düşüncə və sağlam həyat tərzi isə insanı hər yaşda daha gözəl göstərə bilər. Siz bu siyahı ilə razısınızmı? Bürcünüz bu 4 bürc arasında yer alırmı? Fikirlərinizi şərhlərdə yazmağı unutmayın.